Herkese selam. Bugünkü izahım proqramlaşdırma ilə bağlı funksiyadır izahım. Proqram kodu icra edilərsə çapa nə gedəcək? Def D mötərizədə AB-dir və D mötərizədə AB-ni birinci biz burada tapmalıyıq. X, Y-in qiyməti var, M-in qiyməti var. X, Y bu DX, Y və DMN-dir. Biz funksiyada hər zaman aşağıya baxırıq və aşağıdan yuxarı qalxırıq bildiyimiz gibi. Burada DXY, yəni DX5, Y6 olur. A'nın B'nin yerinə qoyuruq 5 ilə 6-nı. 5 böyükdür 6-dan. Xeyr. Burada xeyr. O zaman return else-yə keçir. Return A vursun B. 5 vursun 6. Cevap 30 edir bu. Burada 30 cevap. İkinci MN'e keçik. DMN yani 8 6. D mötərizədə 8 6. E, 8 böyükdür 6'dan. Yenidən A ilə B'nin yerinə keçirik. 8 böyükdür 6'dan. Bəli. 8'i çıxırıq 6'ya. Cavab 2 edir. Bu da cavab 2'dir. İndi 30'dur birinci halın. Birinci halı 2'dir. Burada ama gene burada D var. Burada 30. Burada da 2. D 30. Burada da 2. Bunu indi qoyuruq A ilə B'nin yerinə. 30 böyükdür 2'dən. Bəli. 30'dan çıxırıq. Bunu həll edirik 2'ni. Cavab 28. Bu qədər. Cavab elə bu 28 edir. Çap edir. 28. Yəni cavab Y variantıdır. Bu qədər.